Prezident İlham Əliyevin bölgələrə bu dəfəki səfəri Sabirabad və İmişlidən başlayır. Dövlət başçısı daha sonra Cəbrayıl və Zəngilanda olacaq. Bütün ölkə boyu infrastruktur müasirləşdirilir, yeni müəssisələr açılır, paralel olaraq azad olunmuş ərazilərimizə həyat qayıdır. Əslində bu səfər ardıcıllığı Qarabağ və Şərqi Zəngəzurunda ölkə iqtisadiyyatına, ölkə həyatına tam inteqrasiya etdiyini nümayiş etdirir. 2017-ci ildə yaradılan Sabirabad Sənaye Məhəlləsi yeni investorları qəbul edir. Daha 4 müəssisə sərmayədarlar sırasına qoşulur. Prezident İlham Əliyev bir qədər sonra onların fəaliyyəti ilə tanış olacaq. Gübrə istehsalı müəssisəsi. Stendlərdən aydın olur ki, əvvəlcə dövlət başçısına Sabirabad Sənaye Məhəlləsi barədə məlumat veriləcək. 2017-ci ildə fəaliyyətə başlamış məhəllədə ümumilikdə 8 rezident fəaliyyət göstərir və rezident layihələri üzrə investisiya dəyəri 13 milyon manat təşkil edir. Portfelimizdə 53 çeşiddən çox məhsul texnoloji kartası işlənmişdir ki, onlardan 20-yə yaxını dövlət qeydiyyatından keçmiş, digərləri müvafiq dövlət qurumlarında qeydiyyat üçün təqdim edilmişdir. İstehsal etdiyimiz məhsulların içində yerli xam maddələrdən də istifadə olunur ki, bunlar əsasən tullantılardır, istehsalat tullantılardır. Deməli, daşkəsəndə mərmər yataqlarının işlənməsi zamanı çıxan mərmər tozundan kalsium mənbəyi kimi zənginləşdirib 11-12%-ə qədər kalsium əldə edə bilirik. Bundan əlavə doldurucu kimi İmişli Şəkər Zavodunun şəkər çuğunları emalı zamanı melas deyilən bir tullantısı var. Burada təqdim edilmişdir. Təxminən istehsal zənciri yaradılıb deyə bilərik də. Bəli, yerli məhsulların olması bizim maya dəyərimizin kifayət qədər aşağı olmasına təsir edir. Belə ki, məhsuldan asılı olaraq 20%-dən 90%-ə qədər yerli xam maddə daxil olur məhsulun içinə. Biz sizi çox saxlamayaq, yəqin ki, təqdimata hazırlaşmalısınız. İnşallah. Sağ olun. Sağ olun, çox sağ olun. Prezident İlham Əliyev aqrokimyəvi vasitələrin istehsalı müəssisəsi ilə tanış olacaq. Prezident İlham Əliyevə hazırda aqrokimyəvi vasitələrin istehsalı müəssisəsi barədə məlumat verilir. Eyni zamanda Sabirabad Sənaye Məhəlləsi barədə. Qeyd eləyək ki, 8 rezident tərəfindən bu məhəlləyə 100 milyon manatdan çox investisiya yatırılıb. Aqrokimyəvi vasitələrin istehsalı zavodu ilə tanışlıq zamanı prezidentə məlumat verildi ki, Türkiyə, Çin və yerli texnologiyaya əsaslanan zavodun illik istehsal gücü 18 min ton gübrə təşkil edir. Burada istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldilməklə yanaşı ixrac ediləcək. Daha bir rezident toxum istehsalı müəssisəsidir. Türkiyənin qabaqcıl texnologiyaları əsasında burada standart və hibrid toxum istehsalı həyata keçirilir. İnvestisiya həcmi 2,5 milyon manat və 100% özəl vəsait hesabına təsis olunub. Sabirabadın Sərxanbəyli kəndində yaradılmış olan aqroparkda yetişdirdiyimiz məhsulları fabrikimizdə getirib burada təmizləyib fermerlərin xidmətinə sunmaq istiyor. Amma asıl məqsəd bunlardan burada bir tanəsi hibrid qarğıdalı, hibrid günə baxan üzərinə fokuslanmaq istiyor. Çünki Azərbaycanda bu hər iki hibridə xaricdən asıllılıq çox fazla. Biz bunu xaricdən asılılığı azaltmaq üçün özümüzə bir hədəf qoymuşuz. Bu hədəf istiqamətində irəliyoruz. Aynı zamanda Azərbaycanda hayvandarlıq təsərrüfatları çox güclü olduğuna görə yem bazası çatışmamazlığı əmələ gəlməsin deyə gələcəkdə bu istiqamətdə yonca toxumculuğu və soya toxumculuğuna yön verəcəyiz. Allah.
Azera Toxumçuluq MMC 2021-ci ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Burada hazırda bir sıra toxumluq kənd təsərrüfatı məhsulları istehsal olunur. Dövlət başçısına məlumat verildi ki, layihə dəyəri 2,5 milyon manat olan müəssisədə işçilərin sayı 20-yə çatdırılacaq və işçilər əsasən Sabirabad və ətraf rayonlardan cəlb olunacaq. ...2023-cü ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınan pambıq emalı zavodunda Türkiyə, Almaniya və İtaliya texnologiyalarının tətbiqi ilə mahluc və texniki çiyid istehsal olunur. Zavodun layihə dəyəri 3,3 milyon manatdır. İstehsal olunan məhsul daxili tələbatın ödənilməsinə yönəldilməklə yanaşı həm də ixrac edilir. Təsadüfi deyil ki, bu vaxtadək istehsal edilmiş 2,6 milyon manatlıq məhsulun 2,2 milyon manatı ixrac edilib. Belə görünür ki, sahələrin dərmanlanma işində də dronlar dominantlıq eləməyə başlayacaq. Selamun aleyküm. Sağ olun, xoş gördük. Sağ olun, siz necəsiniz? Çox təşəkkür ederim. Xeyirli olsun. Deyəsən, dərmanlama, gübrələmə işini də dronlara verdik. Zavodumuz 2024 yılında inşa olundu. İşte 2024 yılının noyabrından yavaş yavaş işlemeye başladık. Bu yılda devam ederek. Yaklaşık 10.000 ton mahluç kapasiteli bir zavod. Güney 100 ton emal gücü var. Maşınkalar Türkiye'den, Almanya'dan ve İtalya'dan getirilip uğraştırılıp. Uğur olsun. Teşekkür ederiz. Çok sağ olun. Sağ olun. Zavodda xammal kimi Neftçala, Salyan, Sabirabad və Saatlı rayonlarında yetişdirilən pambıqdan istifadə olunur. Bu isə öz növbəsində pambıq sahələrində 300 nəfərin mövsümi işlə təmin olunmasına şərait yaradır. Ümumilikdə zavodda 80 nəfərlik iş yeri yaradılıb. Dövlət başçısının su filtrləri müəssisəsinə gəlişinə bir qədər var. Bu vaxta qədər müəssisə nümayəndəsi İqtisadiyyat Naziri Mikayıl Cabbarova müəyyən məlumatları təqdim edir. Yani damacanalı olan, özellikle kurumda damacana kirli. Salamünaleyküm. Yorulmayasınız. Burada işləyənlər Sabirabadlılardır. Bəli. Siz Sabirabad sakinisiniz. Evet. Su filtrlərinin istehsal müəssisəsi 100% özəl vəsait hesabına təsis olunub və 1,2 milyon manat investisiya həcminə malikdir. İllik istehsal gücü 210 min ədəd filtrdir. Eyni zamanda 150 min su filtricisi hazır. Prezidentin gəlişinə bir neçə dəqiqə qalıb. Fürsətten istifadə edib müəssisə barədə qısaca məlumat verin bizə. Yaklaşık olarak 12 ay önce Azerbaycan'da Sabirabad'da fabrikamızı kurduk. 8 aydan beri üretim yapmaktayız. Hem Azerbaycan tüm topraklarına ürünü üretip bayilik aracıyla satmaktayız. Hem de harici ülkelere Özbekistan, Kazakistan, Rusya, Tacikistan'a satmaktayız. Şu andaki fabrikamız kapasitesi 50 personel. Zamanla büyüterek 300 personel çıkıp tüm dünyaya buradan mal satmak istiyoruz. Azerbaycan patentli olarak bir marka değer oluşturmak istiyoruz.
Müəssisədə 50 iş yeri yaradılıb. Yaxın gələcəkdə iş yerlərinin sayının artırılması nəzərdə tutulur. İmişlidə yerləşən və açılışı olan arpa emalı müəssisəsində pivə istehsalında əsas xammal hesab olunan arpanın xüsusi proseslərdən keçərək mayalanma və fermentasiya üçün hazır vəziyyətə gətirilməsi ilə əldə olunan məhsul malt istehsal olunacaq. Arpa emalı müəssisəsinin illik istehsal gücü 11 min ton arpa təşkil edir. Müəssisənin investisiya dəyəri 33,2 milyon manatdır. Cənubi Qafqazda pivəlik arpa səmənəsinin emalı üzrə ixtisaslaşmış ilk müasir istehsal müəssisəsidir. Burada 47 nəfər işlə təmin olunur. İmişlidən sonra Cəbrayıl rayonuna yola düşmüşük. Böyük Aydışın növbəti məntəqəsi Horovlu kəndi ev sahiblərini qarşılayır. Prezident İlham Əliyev kənddə görülmüş işlərlə tanış olacaq. Horovlu kəndinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. 2024-cü ilin oktyabrında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kənddə görülən işlərlə yerindəcə tanış olublar. Və kəndin birinci fazasında işlər artıq tamamlanıb və 334 mənzil öz sakinlərini gözləyir. 624 şagird yerlik məktəb binası, 220 yerlik bağça, 2 mərtəbəli inzibati bina, bazar kompleksi, çoxfunksiyalı iaşə obyektləri, tibb məntəqəsi və idman, sağlamlıq mərkəzinin tikintisi həyata keçirilib. Bir, iki, test. Bunlar mənzillərin açarlarıdır. Yeni dizaynda. Horovlu kəndi həm də öz kəhrizləri ilə məşhurdur və orta kəhriz, indi yanında dayandığımız bu kəhriz Horovlu kəndinin su təminatında tarixən mühüm rol oynayıb və 6 qədim kəhrizdən biridir. Horovlu kəndində 6 kəhriz olub, səhv eləmirəmsə. 6 kəhriz olub. Və bu kəndin su təminatında həmişə mühüm rol oynayıb. Bəli, heç bir kəndimizin yaşadığımız müddətdə heç bir su problemi ilə rastlaşmamışıq. Bugünkü gündə də var olsun cənab prezidentimizin sahəsində, tapşırıqları sahəsində köhnə əvvəlki vəziyyətindən də çox gözəl, yaxşı bir vəziyyətə gətirilib, çatdırılıb, çox gözəl istirahət yeri kompleksi kimi yaradılıb burada. Sanki bir Şveysariyalıyıq biz. Mən bugünkü gündə gələndə mən öz kəndimizi tanımadım. Ona görə cənab prezidentə çox təşəkkürümüzü bildiririk, minnətdarlıq bildiririk, ürəyim açıldı. Mən bugünkü gündə sevincimin həddi hüdudu yoxdur. Təbrik edirik, gözünüz aydın. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun. 32 ildən sonra biz bu torpaqlara qədəm qoyduq. Birinci günümüzdür. Bizim bugünkü sevincimizdən heç bir söz də deyə bilmirik. O qədər arzulamışıq ki, bu torpaqlarımızın alınması. Bugünkü gün bu sevinci bizə yaşadan bizim qəhrəman igid balalarımızdır. Bizim qazilərimiz, veteranlarımızdır. Başda ali komandamız olmaqla prezidentimizdir. Allah hamısının canını sağ eləsin. Şəhidlərimizə də rəhmət məqamları uca.
yerləri cənnət. Gözünüz aydın, təbrik edirik. Çox sağ olun. Özümüzü çox xoşbəxt hiss edirik. Mən bu kənddən çıxanda 7-8 yaşım vardı, artıq 40 yaşım var. Özümü çox deyirəm, xoşbəxt hiss edirəm. Sevincimin həddi yoxdur. Bir yaşı olub. Qızım Buradan çıxanda. Buradan çıxanda. Sizin nə qədər? Mənim 27 yaş. 27 yaş. 32 il. Sağ olsun prezidentimizi yaxşı evlər tikilib. Təşəkkür edirik onların hamısına. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizin canını sağ eləsin. Başda cənab prezident olmağından hamısına təşəkkür edirik. Gözəl kənd tikiblər, hamımızın xoşumuza gəlir. Çox dəyişiklik vardı. O da belə ayrı cür şəhər tiplidir də. Köhnə söyüd ağacını kəsiblər amma deyəsən. Bir dənə bu, yox, bu balaca, biz çıxanda balaca bir ağac idi. Köynəni oradan kəsiblər. O qıraqda köyün böyük, neçə yaşı vardı, onun min yaşı vardı Bəkətölünün. Onun o yoxdur. Onun yerindən kəsib çıxardı, bir dənə balaca şifkiydi, bu qalıb. İndi böyük ağac olub. Horovlu kəndinin 624 yerlik orta məktəbi də hazırdır. Burada 26 sinif otağı, 4 laboratoriya, kitabxana və digər mərkəzlər yerləşir. Eyni zamanda 180 yerlik akt zalı və qapalı idman zalı və açıq idman meydançası. Gələcəyin bioloqları, əslində bütün şagirdlər burada həm də praktik bilikləri mənimsəyə biləcəklər. Ənənəvi kitabxana və müasir elektron kitabxana. Müharibə təbii ki, bitib və Azərbaycan bölgəyə sülhü gətirir, ancaq reallıq odur ki, hərbi hazırlıq həmişə lazımdır. Təsadüfi deyil ki, Azərbaycan ordu quruculuğuna və gənclərin hərbi hazırlığına xüsusi diqqət yetirir və bu iş təbii ki, orta məktəblərdən başlamalıdır. Kənddə salınmış parkda isə işğal zamanı dağıdılmış 4 bina, tarixi yaddaşın qorunması, həmin dövrün izlərini və reallıqlarını gələcək nəsillərə çatdırmaq üçün əyani sübut kimi saxlanılıb. Horovlu kəndi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev kənd sakinləri ilə görüşəcək. Bugün bütün Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır. Artıq 50 mindən çox insan Qarabağ, Şərqi Zəngəzurda yaşayır, çalışır, təhsil alır. Bunlardan hardasa 20 mini keçmiş köçkünlərdir ki, öz vətənə, doğma torpağına qayıdıblar. Qalan isə müxtəlif işlərdə işləyən vətəndaşlardır. Böyük qayıdışın əyani sübutu bugün gözümüzün önündədir. Və belə gözəl şərait yaratmaqla Azərbaycan dövləti bir daha öz siyasətini göstərir. Açarların təqdim edilmə mərasiminə başlayırıq. Dəvət olunur Kalbalıyev Hümbət Mirsiyaboğlu. İsmailov Beyrək İxtiyaroğlu. Sən oğlumdur da. Oğlum. Gəlin siz də, gəlin.
əsas avtomobilin tədbir yerinə yaxınlaşması görüşün sona çatmasını göstərir. Xorovlu kənd sakinləri ilə görüş sona çatdı, ancaq Cəbrayılda tədbirlər davam eləyəcək. Dövlət başçısı Cəbrayıl şəhərində məscidin və 2-ci, 3-cü yaşayış komplekslərinin təməlini qoyacaq. Dini abidələrimiz də böyük qayıdışın bir hissəsi olaraq kəndlərimizə, şəhərlərimizə qayıdır. Cəbrayıl şəhərində təməli qoyulan məscid kompleksi də bu qəbildəndir. Prezident İlham Əliyev Cəbrayıl şəhərində 2-ci və 3-cü yaşayış komplekslərinin də təməlini qoyub. Birinci kompleksdə 5 və 6 mərtəbəli 23 bina inşa ediləcək. 3-cü yaşayış kompleksində isə 5, 6 və 7 mərtəbəli 25 binanın tikintisi planlaşdırılır. Hər iki kompleks müasir standartlara uyğun şəkildə tikiləcək, zəruri sosial infrastrukturla təchiz ediləcək və Cəbrayıl şəhərinin bərpası istiqamətində atılan növbəti mühüm addım olacaq. Hacıqabul, Bəhrəmtəpə, Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 197-ci kilometrindən Cəbrayıl rayonu ərazisində inşa olunan Şəfəq Günəş elektrik stansiyasına gedən avtomobil yolunun açılışı da bu səfər çərçivəsində baş tutdu. Qarabağ və Şərqi Zəngəzur həm də yaşıl zona elan edilib. Bölgədə su və günəş elektrik stansiyalarının tikintisinə xüsusi diqqət ayrılması da bu baxımdan təsadüfi deyil. Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Şahbəlli kəndində təməlini qoyduğu hər birinin gücü 50 meqavat olan şəms və üfüq günəş elektrik stansiyaları bu konsepsiyanın praktik nəticələrindəndir. Prezident İlham Əliyev Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib. Böyük qayıdışın növbəti məntəqəsi Zəngilan rayonundadır. Məmmədbəyli kəndi artıq sakinlərini qarşılamağa hazırlaşır. 188 ev bərpa olunub. Eyni zamanda onun qonşuluğunda çox yaxında Ağalı kəndi yerləşir və bu iki kəndi birləşdirən keçid inşa olunub ki, Məmmədbəyli kəndi eyni zamanda Ağalı kəndindəki infrastrukturdan istifadə edə bilsin. Məktəb, bağça və digər sosial infrastruktur obyektlərindən. Bu iki kəndi bir yol, bir keçid ayırır, daha doğrusu birləşdirir. Eyni zamanda Ağalı kəndinin 2-ci fazası artıq hazırdır. Fərdi yaşayış evləri 55 ədəd və townhouse tipli binalar 3 ədəd. Biz indi keçidə doğru gedirik və daha əyani görəcəyik ki, iki kəndi birləşdirən hansı keçiddən söhbət gedir. Növbəti tədbir məkanı həm də bu cür pozitiv mesajları özündə əks elətdirir.
Prezident İlham Əliyev Ağalı kəndinin ikinci fazasında Ağalı kəndinə və Məmmədbəyli kəndinə köçən sakinlərlə görüşəcək. Ağalı və Məmmədbəyli kəndinin sakinləri ilə görüş birbaşa rejimdə Bakıya montaj otağına ötürülür. Azərbaycan televiziyasının Uplink, yəni səyyar ötürücü televiziya stansiyası vasitəsilə. Mən də Ağalının içi ilə keçdiyim və yeni binalarla tanış olarkən gördüm ki, bütün həyat yani sahələr sanki gözəl bir bağa çevrilir. Şimdi buranı biz keçmiş köçkünlərə təhvil verəndə qupquru bir yer idi. Necə ki, indi Məmmədbəyli kəndində də hələ ki o qədər də çox ağaçlıq yoxdur. Ancaq illər keçdikcə vətəndaşlar özləri qrup yaradırlar, əkib becərirlər. Dövlət nə lazımsa edib, sizi gözəl şəraitlə təmin edib və əminəm ki, siz burada rahat yaşayacaqsınız. Açarların təqdim edilməsi mərasiminə başlayırıq. İlk olaraq Məmmədbəyli kənd sakinləri dəvət edilir. Süleymanov Süleyman İsmailov. Həmzəyeva Səbinə Vaqif qızı. Çok sağ olun. Sağ olun. Allah prezidentimizin canını salamat eləsin. Biz bugün qürurluyuz, sevinçliyiz. Bizim sevincimizin həddi hüddü yoxdur. Bugünkü sevinçli gün demək olar ki, bütün o ağrılı acılı günlərin üstündən xətt çəkdi. Allah ailə başkomandanımızı qorusun, Allah müzəffər ordumuzu qorusun, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, müharibə veteranlarımıza can sağlığı versin. Evinizə baxmısınız? Xeyr, Hələ baxmamışsınız. Açarı indi aldınız. Bəli. İndi baxacaqsınız. Bəli, bəli. Amma kəndə yəqin baxmısınız. Kəndi görmüşəm, amma evi görməmişəm. Necədir, bəyəndiniz kəndi? Çox gözəl, çox gözəl. Şükür bu günə. Ki bu günü biz gördük. Gözünüz aydın. Ha, çox sağ olun. Sağ olun, var olun. Sağ olun. Dövlət başçısının səfər çərçivəsində Zəngilan şəhərində tikintisinin gedişi ilə tanış olduğu 104 mənzilli yaşayış kompleksi isə Zəngilana yeni köçün yaxında olduğunu göstərir. 12 binadan ibarət yaşayış kompleksində 104 mənzil inşa olunub. Kompleks şəhərin mərkəzi hissəsində məktəb, uşaq bağçası və parkın yaxınlığında, orta sıxlıqlı və çox funksiyalı zonada yerləşir. Beləliklə, Prezident İlham Əliyevin bölgələrə bu dəfəki səfəri, yeni müəssisələrin fəaliyyətə başlaması, yeni iş yerlərinin açılması, azad olunmuş torpaqlarımızda isə böyük quruculuq istiqamətində yeni addımlar və böyük qayıdışlar əlamətləri idi.